Son həftələrdə Hizbullahın İsrail hərbiçiləri və mülki şəxslər üçün təhlükə yaradan 220-dən çox üzvü və komandiri zərərsizləşdirilib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumatda bildirilib ki, təkcə son bir həftədə İsrail Hərbi Hava Qüvvələri və quruda fəaliyyət göstərən bölmələrin birgə əməliyyatları nəticəsində 85-dən çox Hizbullah üzvü öldürülüb. İsrail Müdafiə Qüvvələri dünən gecə Beyrutda keçirilən hava hücumunda Hizbullahın elit Radvan qüvvələrinin komandiri Əhməd Qalib Balutun öldürüldüyünü təsdiqləyib. Açıqlamada Radvan qüvvələrinin komandirinin öldürülməsindən əlavə, daha bir neçə mühüm şəxsin də zərərsizləşdirildiyi vurğulanıb. Bunlar təşkilatın Nasir bölməsinin kəşfiyyat şöbəsinin rəhbəri Məhəmməd Əli Bazi, Hizbullahın hava hücumundan müdafiə müşahidəsinin zabiti Hüseyn Hassan Romanidir. İsrail Müdafiə Qüvvələri bildirib ki, həmin şəxslər İsrail hərbiçiləri və mülki vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak ediblər. İsrail ordusunun məlumatına görə, son bir həftə ərzində Livanın cənubunda Hizbullaha məxsus 180-dən çox obyektə zərbələr endirilib. Hədəflər arasında komanda mərkəzləri, silah anbarları və istifadəyə hazır raket qurğuları olub.